Salam. Bugün sizlə Sumqayıt Hospitalının radioloqu Dr. Vüsalə Məmmədovadır. Sizə bəzi xromosom xəstəlikləri zamanı ultrasəs müayinəsində döllərdə görə biləcəyimiz əlamətlər haqqında danışmaq istəyirəm. Bildiyimiz kimi, xromosom xəstəliklərinin diaqnozu ultrasəs müayinəsi vasitəsilə dəqiqliklə qoyula bilmədiyi üçün biz bəzi hamilələrin müayinəsi zamanı gördüyümüz bir sıra əlamətlərdə bu xəstəlikdən şübhələnə bilirik. Down, Patau, Edwards-Turner kimi sindromlar zamanı birinci trimestr detallı müayinəsində bir sıra ultrasəsdə əlamətlər görə bilərik. Bu əlamətlərə ənsəl şəffaflığı, nukal translüsensi dediyimiz bölgənin qalın olması, burun sümüklərinin olmaması və ya kiçik olması, ductus venosusda, venoza xacaqda axın dalğa formunda dəyişiklik, üç taylı qapaqda ürəkdə trikospid regurgitasiya dediyimiz durumun olması, göbək ciyəsi arteriyalarının sayının 2 yox 1 olması, boyunda yugular kistləri görməmiz, əlavə olaraq bəzən böyrəklərdə erkən həftələrdən belə pielektaziya görməmiz və s. kimi əlamətlər bu xromosom xəstəliklərinin əlamətləri ola bilər. Belə əlamətləri olan döllər və ya hətta tam normal döllərdə belə əlavə genetik skrininq metoduna, müayinəsinə ehtiyac duyulur. Skrininq müayinə hamilələrə tətbiq olunan, non-invaziv, asanlıqla tətbiq oluna bilən və dəqiqliyi, diaqnostik dəqiqliyi 100%-in altında olan, sadəcə riskli hamilələri aşkarlamağa yönəlmiş metoddur. İkili test, NIP test, dörtlü test kimi testləri skrininq testlər adlandırılır. Skrininq testlərin tətbiqində ortaya çıxmış riskli hamilələr daha sonra diaqnostik dəqiqliyi artıq 100% olan və invaziv bir müayinə metodu olan amniosintez, CVS, kordosintez kimi müayinələr tövsiyə olunur və onlara tətbiq olunur.